Virus hepatitlərindən necə qorunmaq olar? Bunun üçün əvvəlcə yoluxma yollarını sadalayaq, ondan sonra profilaktik tədbirləri və qorunma yollarına toxunarıq. Tamaşaçılar, dinləyicilər müxtəlif sosial şəbəkələrdən, televiziyalardan, müxtəlif yazılardan dəfələrlə oxuyurlar. Yenə də yoluxma yolları barədə gələn bütün xəstələrin, bütün əhalinin sual altında qalan fikirləri var. Birinci olaraq hepatit C və hepatit B virusları qan yolu ilə yoluxur, qan təması ilə və qana təmas edən alətlərlə, cərrahi əməliyyatlardan, diş kabinetlərindən, manikür, pedikür, tatuaj zamanı qana təmas edən alətlərdən yoluxma. Bu, bütün dünyada başda gələn yoluxma üsuludur. Bu səbəbdən də xəstə bizə gələndə mütləq bir sual veririk ki, əməliyyat olmusunuzmu? Yaxud da hər hansı bir tatuaj, piercing və s. kimi bir prosedurlar aparmısınızmı? Sonra qan köçürmə yolu ilə, qan donorlarından qan köçürmə yolu ilə müxtəlif səbəblərdən bu şəxsə qan köçürülməyə məcburiyyət yaranmışdır. Qan köçürülmə ilə bu virusun yoluxması mümkündür. Cinsi yolla hepatit C-nin və B-nin C-də nisbət daha az olmaqla 1-2-3% təşkil edir və bu normal ailə daxilində çox azdır. Yəni bir çox partnyoru, bir çox cinsi münasibətdə olduğu şəxslər olan şəxslərin ehtimalı daha çoxdur. Hemodializ şöbələrində, yəni hal-hazırda böyrək xəstəliyi səbəbindən bir çox xəstələr hemodializ şöbələrində müalicə alırlar. Burada çalışan personal və orada müalicə alan şəxslərin hepatit C-yə və hepatit B-yə yoluxma riski yüksəkdir. Narkotik maddə istifadə edən şəxslərdə ortaq şprisləri istifadə etdiyi üçün virus hepatitlərinə yoluxma riski yüksəkdir. Həmçinin cəza çəkmə müəssisələrində, hərbi xidmətdə, daha çox yaralanmalara, daha çox dəri cızılmalarına məruz qalan peşələrdə çalışan şəxslərdə hepatit C-yə, B-yə yoluxma riski yüksəkdir. Hepatit viruslarından necə qorunmaq olar? Bunun üçün öndə gələn sadaladığım yollardan mümkün qədər uzaq olmaq lazımdır. Deyək ki, manikür, pedikür, tatuaj, piercing kimi prosedurlardan uzaq olduq. Yəni qadınlara məsləhət görülür ki, salonlara gedərkən ehtiyatlı olan, şəxsi alətlərinizi istifadə edin. Xəstələr sual verirlər, cərrahi əməliyyatdan, diş kabinetlərindən necə uzaq olaq? Bu, yəni qaçınılmazdır. Kimsə zəmanət vermir bir əməliyyat planını, yaxud da ekstreni bir əməliyyat olmayacağımıza, yaxud da diş həkiminə getməyəcəyimizə kimsə zəmanət vermir və mümkün deyil. Necə edək? Hər kəsin bir şəxsi diş kabineti yaxud da bir şəxsi cərrahi bloku yoxdur. Bu zaman müraciət etdiyiniz tibb müəssisələrinə xüsusilə diqqətli yanaşmalısınız və əməliyyatdan öncə də bu testlər sizdə aparılır. Həm tibbi personal, cərrahi blokun işçiləri həm özlərini qorumaq üçün, həm də həmin aləti 2 qat sterilizasiya etmək üçün. Yenə də bu risklər var. Sterilizasiya düzgün aparılmayan diş kabinetlərində, yəni müəyyən nəzarətlərdən keçirilməyən diş kabinetlərində, salonlarda alətlər hepatit B və C və s. yönündən tam məhlullarda saxlanılmır, tam sterilizasiya olunmur. Bunlardan uzaq olmaq lazımdır. Hepatit C üçün bugünkü gün dünyada peyvənd mövcud deyil. Bu sahədə böyük araşdırmalar aparılır. Hətta kiçik çaplı bəzi araşdırmalar edilibdir, amma tam təsdiq olunmuş bir peyvəndi yoxdur. Elmin bu qədər inkişafında yaxın gələcəkdə biz onun da olacağını gözləyirik. Hepatit B üçün artıq bütün dünyada 30 ildən artıqdır ki, peyvənd mövcuddur. Bizim ölkəmizdə dövlət proqramı olaraq 15 ildən çoxdur ki, doğum evlərində dünyaya gələn bütün körpələrə bu peyvənd proqramı aparılır. İlkin doza doğum evlərində vurulur körpələrə, digər dozaları isə analara sahə poliklinikalarına apararkən bu peyvəndin olmasını tövsiyə edirlər. Hepatit B peyvəndi 100%-ə yaxın bir nisbətdə virus hepatitindən qoruyur şəxsləri. Yəni qanda qoruyucu yaradır. Nədir bu peyvənd? Daha əvvəllər peyvəndi sintetik yolla alınırdı. İndi isə virusun aktiv olmayan ştamlarından alınır bu peyvənd. Heç bir xəstəliyə səbəb olmur. Ən çox əhalini bu peyvənddən uzaqlaşdıran fikir ondan ibarətdir ki, peyvənd olunarkən hepatitə yoluxa bilərlər.
heç belə bir fikir qeydə alınmayıb. Hepatit B peyvəndi heç bir xəstəliyə səbəb olmur, heç bir fəsad törətmir. Yalnız yüksək allergik olan şəxslərdə çox cüzi hərarət və dəraltı qızarmalar verə bilər. Bunu da həkiminizə müraciət etməlisiniz. Hepatit B peyvəndi standart sxemlə 3 dəfədə 6 ay ərzində 3 dəfədə sizə edilən sadəcə bir əzələ daxili bir inyeksiyadır. Sadəcə bir iynə vurulur kimi qəbul etsin bunu şəxslər və 0-cı, 1-ci, 6-cı aylarda standart olaraq vurulur və ondan sonra qoruyucu yaranıbmı ona baxılır. Əgər qoruyucu yaranıbsa, bu qoruyucu bir dəfə 10 beynəlxalq vahidin üzərinə çıxmışsa, artıq həmin şəxsi qoruyacaqdır. Yəni 95%-dən yüksək bir nisbətdə hepatit B virusuna qarşı qoruyur. Başqa sxemlər də mövcuddur. Endemik bölgələrə, hepatit B virusunun daha çox yayğın olduğu ölkələrə səyahət edəcək bir şəxsdə, yaxud da qısa bir zamanda evlənəcəkdir, qarşı tərəfdə hepatit B virusu varsa, qısa bir zamanda indi bir həftə sonra, bir ay sonra və 12 ay sonra peyvənd sxemi ilə bu peyvənd aparılması təyin olunmuş şəxslərə. Çox təəssüf ki, bizim ölkədə hal-hazırda peyvənd aparılması barədə maariflənmə çox azdır. Yəni, hepatit B peyvəndi kimlərə edilməlidir desək, birinci cavabımız ondan ibarət olur ki, hepatit B virusundan qorunmaq istəyən hər kəsə bu peyvənd edilməlidir. Ondan sonra sadalaya bilərik ki, riskli qruplar var. Tibbi işçiləridir, stomatoloji kabinetlərdə çalışanlardır, hemodializ şöbəsində çalışanlardır, tez-tez yaralanmalara məruz qalan polislərdir, sistem işçilərdir, dəri yaralanmalarına məruz qalırlar, cəza çəkmə müəssisələrində çalışanlardır. Bunlar daha çox riskli qruplar sayılır. Bunların da peyvənd olması bir mənalı şəkildə mütləqdir və peyvənd olunması sayəsində demək olar ki, son 15 ildə hepatit B-nin yayılması, prevalansı bir 50% azalmışdır. Hətta 10-15 il sonra peyvəndin aparılması, yoluxmaların qarşısının alınmasına görə demək olar ki, 10-15 il sonra çox az sayda hepatit B-li şəxslər qalacaqdır bütün dünyada.